Abşeron rayon Saray qəsəbəsində, Saray polis bölməsinin tam olaraq yaxınlığında 2.5 sot torpaq sahəsində 1 mərtəbə 4 otaqdan ibarət əla bir həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Evimiz qoşa daşla çox keyfiyyətli şəkildə tikilib, təmir olunub. Təmirdən sonra yaşayış olmayıb, evimizin ətrafına keçmək mümkündür. Ərazidə bütün kommunallar mövcuddur və çox gözəl genişlikdə həyəti var. Rahatlıqla 3-4 avtomobil daxil edə bilirsiniz. Baxın, burada əkin sahəsi üçün yer nəzərdə tutulub. Dəyərli izləyicilər, qeyd edim ki, mərkəzi yolun tam olaraq kənarında yerləşir. Asfalt yolun üzərində Saray polis bölməsinin tam olaraq yaxınlığında. Evimizin qarşısından birbaşa avtobus xətti var. Yəni, birbaşa Sumqayıt şəhərinə gediş-gəliş təşkil olunur. Yerdən kürsülüdür. Qeyd etdiyim kimi, 1 mərtəbə 4 otaqdan ibarətdir, əla təmirlidir. Tam olaraq təmir bitib, hazır köç yaşayan vəziyyətdədir. Daxil olduğu evimizin içərisinə, daxil olarkən sağdan bizi qarşılayır. İlk olaraq geniş ölçüdə qonaq otağımız. Baxın, üzr istəyirəm, mətbəximiz çox əla genişlikdədir. Görürsünüz, rahatlıqla. Mətbəximi belə yığıb, stol-stolunuzu qoyub istifadə edə bilirsiniz. Solda yerləşir geniş ölçüdə qonaq otağımız. Vitraj pəncərələrlə birbaşa həyətinə baxışı var. Evin qarşısı tam olaraq açıqdır. Bir daha qeyd edirəm, mərkəzi yolun kənarında yerləşir. Və əlavə olaraq 3 yataq otağımız mövcuddur, dəyərli izləyicilər. Mən sizə bir-bir təqdim edirəm. Bu bir yataq otağımız. Ən kiçik otağımız bu otaqdır. Burada digər yatağımız. Nisbətən orta ölçüdə olan otağımız bu otaqdır. Və ən geniş yataq otağımız burada yerləşir. 4 bir tərəf qoşadaş. Bünövrə beton karkas, kəmərinə qədər hər biri beton kəmər atılıb. Və burada sanuzel qovşağımız yerləşir. Dəyərli izləyicilər, təbii ki, döşəməsi isti döşəmədir. Sənəd paket kupçadır. Yeni Novxanı yolunun yaxınlığında, yəni Saray polis bölməsinə yaxın ərazidə yerləşir, dəyərli izləyicilər. Sənəd paket kupça, ərazidə bütün kommunallar mövcuddur. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Sizin də satışda əmlakınız, mülkləriniz varsa bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.